Uca Allahımız insana bir çox boynunda mükəlləf olan vəzifələr qoyub. Və hər bir vəzifənin də özünün bir hədəfi var. Və ilkin olaraq ondan soruşacağı olan əməl olan namazın da özünün hədəfi var. Namaz qılmaqda hədəf nədir? İnsanı Allaha yaxınlaşdırmaq və onu yaradan, nimətlər verən Allahın böyüklüyünü canı ilə, ruhu ilə dərk eləyib, qabağında təzim eləmək. Əqli cəhətdən dərk eləyib və onun qabağında təzim eləmək. Namaz iki hissədən ibarətdir. Bir cismi cəhətdən, yəni namazın vacibatlarıdır. Bu şəri məsələdir. İslam ehkamında namazın hansı şəkildə qılınacağı barədə məlumatlar var. Bir də namazın mənəvi hissəsi var ki, bu mənəvi hissə olmasa, o şəri cəhətdən olan hissənin də etməyin bir əhəmiyyəti qalmır.